Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən daha 2 şəhid dəfn olunub. İtkin şəhidlərin hər ikisi hərbiçidir. Atakişi Atayev 1992-ci ilin iyunun 27-sində Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşüb. Üzərindən 33 il keçdikdən sonra şəhidin nəşrin qalıqları müəyyən edilib və bugün Keşlə qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb. Diqqət! 33 ildir yolunu gözləyirdi. Biz onu belə görmək istəmirdik gəlməyi. Şükür ki, bir xəbər çıxdı ondan. Biz yerini bilirik. İndi gedib ziyarət eləməyə yerimiz olacaq. Anam gözlədi. 11 il yolunu, 11 ildir rəhmətə gedib. 22 ildir onu gözlədi. Gözü açıq getdi. 1992-ci ildə getdi. Yəni ki, sonradan xəbər gəldi. Yəni ki, itkin düşmək. Ki itkin düşdü. Sonra 32 ildən sonra tapıldı. Yəni onda da çox axtarışlar oldu, amma ki tapılmadı da. 33 illik həsrətə son qoyuldu. 31 yaşı var idi itkin düşəndə. Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhid Daşqın Behbudov isə 1994-cü ildə Füzuli rayonu Şükürbəyli kəndində itkin düşüb. O, İmişli rayonunda yerləşən məzarlıqda naməlum şəhid kimi dəfn olunub. Şəhidin nəşri bugün Göyçay rayonunun Mırtı kəndində ailəsinə təhvil verilib. Tərtər, sonra Suqovşan istiqamətində döyüşdü. Daha sonra Füzuli cəbhəsində, Füzuli kəndlərinin azad olunmasında iştirak elədi. Orada Şükürbəyli və Aşağı Abdurrahmanlı kəndlərinin azad olunmasında, daha doğrusu orada gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Dedim, Daşqın necə oldu? Dedi, senaryo düşmüsünə. Və oyunla da aralandıq. Oyunla da çıtıq gəldi. Onun yerini tapa bilmədik. Bəyim Mahir qızı, Diana Cəlali, Rəşad Əkbəroğlu, Vahid Fəxri, Space xəbər.